varmı? Lap yaxşı. Mən müəllimə işləyirəm. Bir coğrafiyadan dərs deyirəm. Bir də ki, tarixdən. 1200 manat alıram. Başın xarabdır, hərəsinə nə daz? Səy. Müəllimə Azərbaycanda hər fənnə 1200 alsa tarixi yazılan bir şey olur. İkisinə 1200. İndi bir də uşaq hazırlaşdırıram evdə. Allah bərəkət versin, olur. Gədə kimdir? Oğlumu deyirsən? 30'u haqlayır, yaşı keçir olsa. Evlənmir, dana nağayrım, evlənmir. Məcbur eləyə bilmərəm ki. Az, əslində məndən prinsip aparır. O vaxt dədəsinin qırılmışlarından birini sevirdi, mən qoymadım almağa. Dedim gənə, mən bir dəfə ilişmişəm, sən də it sümüyünü gətirib təzdən madcalam. O da indi ona görə məndən prinsip aparır, evlənmir. Deyir, evlənməyəcəm. Az indi, hə vaxtsa indi qabağına bir halal südənmiş çıxar, evlənər deyə yəqin ki. Elə indi işdən gələn vaxtlardır. Yaxşı, oldu, sonra zəynləşərik. Oldu. Toydu bugün, bizim evdə toydu bugün, oğlum evlənir. Toydu bugün, bizim evdə toydu bugün, oğlum evlənir. Hardaydı həmən də o bəxti gəlib mənə deyəsən ki, ay ana, evlənməm. Mən də şum qabağa, sındıra. Yaxşı. Aya bir... Başlamadım ama bilirsən işdən gələm, indi yiyən vaxtımdır, ölürəm acından, nə hazırlamırsan oğlumla? Qəşək dolma pişirmişəm. Sənin dolmandan da keçmək yanında camış qatır. Belə yaşıl soğanlar nezik gəlir. Dadlıdır mı? Əla, sənin yerini heç kim verə bilməz mama. Keç kuxnadadır, özün çək ye. Mən saat qədən qanmalı deyiləm. Elə oldu. Nətər oldu bə? Elə oldu mama. Nədir? Get evlən, qoy gəlsin sağ qulluq eləsin. Nə vaxta qədər mən sağ qulluq eləyəcəm? Yaxşı da evlənərəm. Nə yaxşı, indi ölürəm ağacından. Sən bilmirsən, mən acdım. Vəssalam, beynimin içində hər şey qarışır bir-birinə. Dağıdacam ayın deyir ya. Sındırmaq istəyir. Sındırmaq istəyirəm. Dağıtmaq istəyir. Ay sağ ol. Arvad elə ona görə lazımdır. Nəyə görə? İşdən gəlirsən, açsan, dağıdıb, sındırıb, vırmaq istəyirsən, ananı döyməyəsən. O çopak qızını salırsan, şillə təpiyin altına döyürsən, yeməğini də verir, işlərini də ödür sana. Bax, ona görə deyirəm evlər. Ona görə evlənir. Və nə? Kimsə təpiyin altına salmaq üçün. Ay mama, bəsdir də. Evlənəcəm, yaxşı, evlənəcəm. Bunlar nədir? Qadan qalın, bunlara dəymə. Yenə yığıb. Get, əynini başını dəyiş. Sadir qəşək o dolmadan vereyim. Oturaq ana bala, bax bu toy kasetləridir. Bunlara baxaq, kimisə seçək buradan. Yaxşı qadan qalın. Yox, mən acından ölürəm. Mən heç bir kasetə də baxmayacam. Hələsi də 3 saat gedir. İstəmirəm. O nədir? Hələ Yenə yığıb bir ton şəkil yığıb. Qadan qalın. Bax. O da necə məcbur evləndirərlər? Bibimin nəvəsi Malahətin qızının qızı, yəni nəvəsi Gülnarə. Nətər qızı? Sən dediyin görür. Gülnarə. Sən dediyin görür. Gülnarə. Gör nə qəşəng qız. İndi burunun adına Gülnarə deyirlər. Bu burun şəkli deyil mi ama? Bu boyda burun olar adamda. Bu bir dəfə elədi qalaram içində. Toz soran da elə bilir. İstəmirəm, rədd elə bunu. Nə görür ki, onun burnu kukla kimi. iPhone 15 Pro Max boyda deyil. İndi modlu, operasiya elətdirib iPhone 4 boyda elətdirərik. Yaxşı, bunu qoydum bir qırağa. Bunu qoydum bir qırağa. Əmimin nəvəsi Simanın qızı, Nəzrinin qızı. Ona bax. Kukla deyil, kukla. Arası kukladır bu. Bax, ona bax. Sən də deyin gör ona bax. Budur, sən ancaq bunun üzünə baxırsan da, düzdür? Sən arasına baxsan ki. Sən bir qız boya-boy şəkil çəkdirib, bunun ayaqlarına bax. Tırın arxa təkərlərini oxşayır. Buna bax. Belə qız olar. Sən görün. Bunu mən nətər düzəldirdim, ay mama? Buyur. Mən buna heç fikir verməmişəm. Bunun qılçalarını biləyim. Nəslində bir dənə normal adam yoxdur, hamısı itəlir mənə. Qılçasının arasından it keçər bunu, bu nədir? Yaxşı. Xalamın nəvəsi Sevincin qızı Nərgis. Qurtarmadı.
Halası Tap, kızı tap bunda da bir şey tap. Tap görüm Nergis. neye tapasak. Bu Sevinç'in kızı Nergis. Bəli. Bu Sevinç'in kızı Nergis değil. Bu filin kızıdır. Bunun kulaklarına bak. Ne gelmiş? Ama başı boyda diye kulakları. Cemaat utananda 50 tutur üstüne, bu ise kulakları da yakın. Tadı öldüm Yok. acından. Halam kızı Nezaket'in kızının kızı Lale. Buna ne dersen? Bana bak. Çizgilerine bak bunun. Öyle bir ki ay parçası. Bak bugün Ha? en normal bir tane şekil gösterdi. Ay sana kurban. Güzel bir tane balaca uşak He şekliydi. katan. Ay Allah. He katan. Lale'nin kızıdır bu. Lale özüdür. Kızıdır ne? Böyle bu boyda boy olar. Ben bunu bucağımda gezdireceğim ay mama. Ay, Bunun boyu çıkmıyor. ay 24 yaşı var. Ay yaşım ama reddeli sen Allah bu da başına oturturanına göre bir tane detski kreslo alın koyayım ki rahat otursun. Yıkmışsan kohum akrabada ne kadar defekti adamlar var. İtelirsen bana. Öldüremezsin lan. Cehenneme öl, o dolma kokunu olasın, yer ye. Ben sana... Yaxşı, uzatmam ama. Bax, vaxtında sənə dedim ki, mən atamgilin tərəfindən Səknənin qızı Müsaləni He, istəyirəm, o da Bəli. məni istəyir. Bəli. Evləndirmək istəyirsənsə onunla evləndir, düzdür? Düzdür. Nə dedin sən? Dedim almayacağım. İndi de sözümün üstüne dururum dedim almayacağım. Hə. İç sümüğü İçimiyindesin, Köpüğü ağzıma elle. Al sen öl. Çalama. Qohumu nədir? Atamın rəhmətli kişi. Atamın, halası qızının, baldızının baldızı qızı. Bu qohumdur, bəyəm. Hə? Odur ki, nə siz tərəfdən bir qız bəyənəcəm, nə də atam tərəfdən. Gözüm ay. Demirsən, vaxt keçir. Hə. 30'u haqlamısan. He. Evlənmək istəyirəm. Aha. Bir dəfər tapmışam. Uy sana kurban olarım ben. Sen Allah. Hə. Məsələ durub yalan deyəcəm. Hadi de görüm kimdi? Hardandı? Ne? Deden qohumlarla diyor ki. Yox, ideal variantdır. Aha. Ha, buna da bir mız qoymayasan. Deyil Dədənin də, qohumlarından da deyil. Aha. Sizin qohumlardan da deyil. Aha. Ümumiyyətlə heç kimin qohumu əqrəbəsi deyil. Aha. İç sümüyü də yoxdur onda. Aha. Aha. Hardan? Hardan? Dana hardan? Hardan de görüm. Hardadır? Der bana. Ha. Telefonunu. Ha. Sen geleyim, gelim anasından bir tanış olun, bir kıza bakıyorum, bir görüm ne var da yok. Bir dana. Sən nə danışırsan? Sən kimin arvadı olmusan ay mama? Ha? Rəhbət deyir. Rəhmətli səni başımın üstündə gəzdirir. Mənə də vəsiyyət edib ki, anamı qoyma kiminsə ayağına getsin. Hə. Sən, mənim baş tacım, mənim canım ciyərim, görəcək gözüm. Durub kiminsə qapısına göndərəcəm səni. Sağ ol, hörmətli ol. Yox, həyatı boyu. Öz gələcək. Hara geleceği ya? He, kimin evine geleceğim, ben de gelip onu orada bakacağım, onu beğeneceğim, öyle mi? Yox, bizə gələcək. Oğlum, söyleme, abrımız hayam, sen toydan qabaq gəldimizin ödənə azları var, el obadan ayıftı, sen ne danışırsan? Nə el-obaya? Bir də el-oba sənin üçün qalıb. El-oba oturub, TikTok-a, səhərdən axşama kimi. Hey, de görüm sen Allah, hardandır? Haralıdır, bak, Fərqi var onun. Mən istəyirəm, o da istəyir məni. de görüm. Bax, bu suallar bezdirir məni, ona görə bax. Sualıma cevap ver. Ha, Bardo. he, berderler yaxşı insan olurlar. Olar. Nə bərdə dedi? Ha, Buradan deyil ay mama. hardandır be? Avropadan, xaricdən. Avrupa'dan yani Türkiye. Her ne olacak? Türkler de öz etimiz, kanımız, canımız. Şey. Müəllimə, biraz qalx yuxarı. Romanya, Bulgarya, Macaristan. Macarların da kökü Türktü. Şey bana Allah hayır İndi biraz mərkəzə gəl. Mən bunu hara qoymuşam, bax bunu. Ha. Belimi düz tut. Den görüm. İsveç'de, Aha. oradan gelir Fransa, İspanya. Yox, bir dənə qayıt. İsveç'de. Yox, bir dənə aşağı düş. Fransa. Fransa. He, bu Fransa'da yaşayan berderli kızı değil mi? Yox. Bardo.
Hədənə başa düşdüm. Fransanın Bordo şəhərində yaşayan bərdəli qızı. Az vaxtımda məni cəsəbləşdirim. Amma yox, bu bardoludur, fransızdır. Milliyyəti də fransızdır. Sevinsene, gülsene, bir gelin taptım sana. Yanağı kırmızıdır, özü Fransız kızıdır. Abakte ver kaynana, ne durumsan dur oyna. Mama abakte ver kaynana, ne durumsan dur oyna. Dəli etməsən məni, bədbəxt edər o səni. Eyni şeydi bilirsən, fransızla erməni. Külbəxtə ver başıma, gör kim çıxdı qarşıma. Külbəxtə ver başıma, gör kim çıxdı qarşıma. Çok geniştir üreği, açık saçık küreği. İsraf etmez o bezi, çok kısadır razrezi. O baktırır kaynana, ne durumsan dur oyna. O baktırır kaynana, ne durumsan dur oyna. Heç bilmirəm yaşını, bırak onun başını. Rayondan ya şəhərdən, alın bizimkilərdən. Külbəxtə ver başıma, gör kim çıxdı qarşıma. Külbəxtə ver başıma, gör kim çıxdı qarşıma. Mama! Ne mama? Ne mama? Niye öyle diyorsun? Sen orada Fransız kızı alasa. Hay? Doğunda gerçeğindir. Elə get bir dənə erməni qızı al. Gel otur Xankəndidə. Dövlət havayı, qazını, suyunu, işığını, yeməmi, işini versin, otur orada. Kovallatdı düzleri, Mesbakiya da gelini Qoğam Ağrabə də görməsin. Yavru oluyor. Ama bəsdir də sənin bu yanaşmaların məni bezdirdi. Ne olur? Fransız kızı olanda ne olur? İller diye Bakıda yaşayır. Bizim dilimizdə yaxşı bilir. Adət ənənəmizi də gözəl bilir. Bir yerdə çoxdandır işləyirik, çikildəşirik, fikirləşirik. Yəni xasiyyətimiz də uyğun gəlir ay mama. Sən özdə fransız dili bilirsən hardan oğurlanıb? Gəncə ləhcəsindən. Ha bax, onu kim deyir? İnanmırsan? Yox. Gələcəm. Gedəcəm. Görəcəm. Öpəcəm. Sen o kızı alsan, mən yabır olacağım. Ölüb yerə girəcəm. Ne damsın? Və bu necə olmaz? Hesab, bax elə belə olacaq. Ay baba, mən o fransız kızını alacağım. Sen beğendin, beğenmedin. Ne olsun? Ne olsun fransızdır? Sen niye bilirsən? Bak ona göre ben subay kalmışam. Başa düşürsən? Ona görə. Ha. Bu normal da kızdı, normal da xasiyyəti var. Burası da biraz... Ne bakırsan elə qanlı Ya biraz ne? Eybi var. Ha, sen hele dersen ki bunun Fransız olmağı eyib değil, bunun başka da eybi var. Yo, belə de görüm. Belə də qlobal eybi yox. Ha, de görüm. Biraz məndən yekədir. Boyda. Yani məndən də köktü. Yaşda. Hardasa bir 19 yaş böyükdü mən. Fan dansın bala. Fan dans. Mən dedim ki bala sen bir normal kızla evlənəsən, qocanıb çaf-çaf yaşına çatanda 70 sana bir gətirib bir su verən olsun. Demədim ki sen 70 yaşında kiminsə badabozu işləyəsən. Bax, Əstakanı saxlayamayasan, su sənin bu dağılacaq. sözlərin məni subay öldürəcək. Başa düşürsən? Bəsdir. Sən bu işə məntiqlə yanaş da. Bəsdir. Fransanın prezidenti kimdir? Makarondur, nədir o? Macron. Macron arvadı ondan 23 yaş böyüdü. Düzdür? Hələ Macronun ögey bacısı, qardaşı. Bacısı, qardaşı yox, uşaqları, yəni Brigittin uşaqları, ögey uşaqları. Macron özündən böyükdür. Macron evi son beşiğidir. Zato Macron kimdir? Fransanın prezidenti. Bala sağ gülərlər. Niyə? Valla bir kişi ki evde balacadı hamıdan. O devlette böyük olabilmez. O prezident olabilmez. Başa düşürsən?
Evində hamıdan balacadır, durub... Bilmirəm. Normal da qızdır. Ürəyimə də yatır. Birazdan gələcək. Necə lazımdır onu qarşıla. Gələcək gəlinimdir. Allah iradət. Demədin alma dədəm tərəfdən qohumu. Almıram. Getdim mən. Hələlik ama. Qarşıla necə lazımdır ya. Saat onu qoyuncaq kəsəcəm ayağın altında. Ay Allah, mən dərdim kimə deyil də. Kim qalır? Bizə bacım qalır. Ondan gərək dərdləşim. Oğlum deyir mən alıram xarici. Yavur olmuşam, xəbərin varmı? Bilmirəm hardan tapıbdır bu bici. Səhərdən dolmuşam, xəbərin varmı? Oğlum deyir mən alıram xarici. Yavur olmuşam, xəbərin varmı? Bilmirəm hardan tapıbdır bu bici. Səhərdən dolmuşam, xəbərin varmı? Hoşuna gəlməyibdi bunun Gülnarə. Ey becərdi deyib bizim Çinarə. Söyləyib çuşqadır qonşu Elnarə. Ortada qalmışam, xəbərin varmı? Hoşuna gəlməyibdi bunun Şəlalə. Az ey becərdi deyir bizim Tünzalə. Deyir ki çuşqadır qonşu Kəmalə. Ortada qalmışam, xəbərin varmı? Sağ ol. Quelle hauteur, pendant que ronde allumée, pendant de badarse, par l'ardeur à l'imurée. Je dors le bord du sol, baladam des reines, baladam de revue, badare de buvard. Bizim evdə paprut çəkmirlər. Oui, madame, bonjour. Bonjourumuzu xeyir elədin. Bonjour, madame. Oğlum demişdi ki gəlin gələcək, amma siz desən onun ya xalasısınız ya anası. No, gəlin gələcək mənəm. Yəni sizin gələcək gəlin. Allah eləməsin. Oui, madame, oui, madame. Əyləş ay qız, ay arvad, ay qarı, ay heç bilmirəm mən sənə nətər müraciət edeyim. Oh, je m'appelle Bridget. Yəni sadəcə Bridget. Adınız Bridget. Bu ad mənə tanış gəlir nəsə. Macronun arvadının adıdır. Ay sağ ol. Onun da adı Bridget'dir. Macronun arvadı məndən bir məktəbdə olub. Baxma, elə bir sinifdə oxuyarsınız. No. Bizim əmək müəllimimiz olub. Madame. Əməyimizin içinə... Qu'est-ce que c'est? Heç nə, oğlum deyirəm, əməyimə qiymət verdilər. Oui, madame. İndi deyirəm... Gələcək gəlin. Uy, Allah iraq eləsin. İndi sən ki Allah eləməsin, Azərbaycan ailəsinin gəlini olmaq istəyirsən, dana eləmi? Oui, madame. Onda biləsən, bizdə Azərbaycanda ailə münasibəti başqadır, məsələn, mentalitet başqadır, bizdə təmiz... Madame, oui. Bizdə təmiz başqa qayda qanunlar var ailədə. İndi razısansa Azərbaycan ailəsinin gəlini olmağa, mən sən tanış edin bu qaydalarla. Buyurun, madame, buyurun. Deməli, gəlin səhər yuxudan duran kimi gəlib şehli qaynananı öpməlidir. Axşam yatmağa gedəndə qaynananı öpüb gedib köpbəlidir. Oui. Çay birinci qaynanaya
Yemek birinci kaynanaya vermiş. Oui, madame. Sonra gelinin kızılları kaynananın kızıllarından daha olabilmez. Oui, madame. Kaynana pişiren yemeği sözsüz, söhbətsiz, müzakirəsiz, bəh, necə dadlıdır. Gəlinin pişirdiği yemək, bunu ite atsan da yemez. Bak belə. Sonra bütün şad xəbərlər birinci növbədə qaynanaya deyilir. Bütün bəd xəbərlər mütləqi şəkildə xeyr. Gəlinin anasına deyilməlidir. Madame. Bəli. Madame, ben çok üzülürüm istiyorum. Das benim statusum, das benim gelinlik statusum. Cəhənnəm oldu sənin statusun. Oui, madame. Görbagör oldu sənin statusun. Oui, madame. Cəhənnəm olub gedib öz statusunu Allah qoysa buradan çıxıb gedəndə öz Fransanda tətbiq eləyərsən. Burada Azərbaycanda bizim özümüzün qayda qanunumuz var, el adətimiz var, bax belə. Hə. Ben razı. Madame. Mənim oğlum Yüzüğü takın. 2 dəfə evli olub, hərəsindən də bir dənə qoduğu var, yəni uşağı var. Yaxşı. Onlara da baxır ha bu saat, biləsən. Yaxşı, hiç mənə deməmişdi. Hə. Təsadüfə bax, mən də 2 dəfə ağda olmuşam. O ərlərdən də mənim uşağım var, madame. Bu nə danışır? Bu gədənin gözləri kordur. Qu'est-ce que c'est, madame? Köskəsə Noruz bayramında olur. Mənim oğlum bu boşandığı arvadların ikisindən də bu gün görüşür ha, biləsən. Əlaqələri var, görüşürlər, söhbətləşirlər. Yaxşı. Heç mənə bunu deməmişdi. Görürsən? Heç mən də deməmişdim. Mən də görüşürəm. Keçmiş əqlərimlə, uşaqlarımla da, nəvələrimlə də, özü də madame. Nəvələrinlə? Oui. Madame, toyda sizdə bir masa olsun ki, mənim orada ruhum əqləbəm, yəni keçmiş əqlərim, olanın atası, anası, uşaqlar, nəvələr orada otursunlar. Madame, bizdəki sizdə o Rex var, Peter Dor Rex'i. Peter Frot rəqsi? Non. Qudalar Hə, var. Əvvəldə var. Var. Orada 2 nəfər olmayacaq. Papan, maman rəhmətə gedib. Non, sağdılar. Ama geçmiş əqləyimin də atası, anası, yəni tam qaynanalarım orada olacaqlar. 6 nəvər və mənim özüm, ne bakayım, gəlin. Az. Oui? Az, sənin özünün quda olan vaxtın deyil, gəlin nədir? Deyirsən oğlundan biraz yekaya, mən onun gözündə yağlı tikəyəm. Bizlərdə belə şey normal sayılır. 3-4 ay yaşayır, sonra ayrılır. Oğlum da 30'du, sen de 55. 5-10 ilden sonra olacaksan leş. Bu yaşta cavanam, gelirsen ere. Al bir çayar vatsan, utan gir yere. Mənə gəldin səndə, canım qaynanam, dərdinə, sərinə, yanım qaynanam, yaşım nə fərqi var ki, sevirəm onu, çok güzel olacak bu eşkin sonu. Sana gelinim desem, inan sözüme tüpürer el oba. Benim yüzüme yaşın ne farkı var ki, değilsen ama oğlum gerek sana söylesin mama. Madame. Mademoiselle. Oui? Oui. Mademoiselle? Olsun mademoiselle. Mademoiselle, siz mənə deyin görüm, hiç əriniz sizi, sizə daha doğrusu, letrazan edib, Nə qərif deyirsən? letrazan, Nə deməkdir ki o? yəni xəyanət edib,
Az başın xarabdır. Rəhmətli ilə neçə il evli olduq. Hələ bir dəfə olmadı ki, evdən başqa bir yerdə qalsın. Değil mi adam? Düzdür. Ayda bir dəfə işlə əlaqədar göndərirdilər, komandirovkaya gedirdi rayonlara. 2 gün, 3 gün rayonlarda qalıb gəlirdi. Bəli. Haqda işləyirdi? Metroda işləyirdi. Metroda. Bəli, deyirdi ki, layihələr var, biz gedirik. O rayonlarda layihələri həyata keçirdirik. Sonra da gəlib çəkər. Sonra da indi qismət olmadı da rəhmətə getdi, indi özü metrodadır. Siz de inanırdınız. Niyə inanmayayım ki? Necə sardalıq bir xanım olmuş. Bəli, bəli. Siz de öz bizi görərdiniz də. Nəysə, madam. Mənə bir şeydən maraqlıdır. Necə dəfə ağda olmusunuz? Ayda bir dəfə gedib gəlirəm. Ha, sənin başın xarabdır. Deyirəm, rəhmətə gedəndən sonra heç... Bu... Mənə bax görüm, elə danışsan, sənin maman güya neçə dəfə olub ki, hərdə? Mənim mamam ağda olub, mənim atama, sonra ondan boşanıb, gedib atamın iş yoldaşına ayrı, sonra ondan da boşanıb, almayıb da, gedib atamın iş yoldaşının müdürünə ayrı. Bunlar hamısı da birbirini tanıyırlar, ama indi ondan da boşanıb, gedəcək patrona ayrı, yani hemen iş yeri patronuna. Yəni xeyri qırağa vermirsiniz. Yəni mamanın ərləri hamısı kollegadır, bir-birini tanıyırlar. Bilmədən, bir mamam gəzməyi xoşlayır. Bilmədən. Özü də belə qadına bizdə demokratik qadın deyirlər. Yəni mənim anam çox demokratik bir xanımdır. Sizdə nə deyirlər belə xanıma, madam? Mən onu burada deyə bilmərəm sağ. Elə xanıma nə deyirlər, mən onu sağ deyə bilmərəm burada. Gəliniz olandan sonra deyərsiniz. İraq olsun, hə, İraq olsun. Madam. Bizdə, bəli. Bir də bu Avropalılar çox səmimidirlər. Nə danışırsan? Gözəl təbiəti var Avropanın. Bəli. Aparıb gəzdirəcəm sizi oranın. Hələ səndə ya, mən burada nə səmimilikdən, təbiətdən danışırsan. Ağız. Hansı təbiət gözəlliyindən danışırsan? Ağız. Sizin o Alp dağları zad var, Madam, var. o bizim Kəlbəcərə, Laçına, Şuşuya çata bilər. Yox. Sizin o Alman bəstəkarları verib, baxdı, Beethoven'dir, Strauss'dur, nə bilim nədir. Madam. Bunlar rəhmətli Üzeyir Hacıbəyevin heç əlinə su töhməyə yaramaz. Nədən? Allah erməninin belini qırsın. Amin deməyən dillər lal olsun. Amin. Vaxtında Ağdam, elə bilirsən ki, İtaliya idi. Nə mənada? İndi ondan da qəşəng olacaq, ha. Amma qabaq elə bilirdin ki, İtaliyadır. Niyə? Çünki Ağdamda satılan brend paltarlar heç İtaliyada tanımırdılar. Bax, elə bizim bizdə ümumiyyətlə hər şey başqa cür oldu, hər şey başqa. Gəl mənim tələbələrim gəlir dərsim olur. Siz deməyib gəlmisiniz. Tələbələr. Biriz itdi, gözün çizgəsi. Uşaqlar, bugünkü dərsimizin mövzusu Fransadır. Sual belədir, Fransa Yəni mənəm. indiki xəritəsinə görə hansı ölkələrə borcludur? Fransa, Qərbi Afrikanın hansı ölkələrini zəbt edib onlara qan utdurub və tarixdə hansı ölkələr Fransaya toy tutublar? Toy demişkən, toy. Bura gəl görüm. Bax, elə bil ki, bu sənin baldızındır. Bu sənin qaynındır. Qayn. Bu sənin qaynatandır. O da hava yiyən qonşudur, elə bilir. Gəl görüm. Sən də qaynanırsan. Mən də qaynanayam. Bax, gör kəz görüm Fransada gəlin toyda nə tər oynayır. Görəcəm mi? Bir göstər görüm. Göstəreyim, hazırsınız? Hə.
Yaxşı oynadın. Çok yaxşı oynadın ama bunu gedib inşallah Fransa'da oynayarsan. Mərfətin qanacağı olsun. Bizdə toyda gəlin elə oynamır. İyi bana. Gəlin, bax bu qohmaqrəbənin heç birinin üzünə baxmır, belə yavaş-yavaş belə oynayır. Arada bir sevgilisine bir sıyırtma göz vurur, belə yavaş. Belə Sıyırtma köşküsü. Köz-köza bir dedimdə noruz barəndə. Gözümə sıyırtma belədən yəni. Abi. Bax belə, atdan. Vəssalam, bax belə oynayır. Başa düşdün? Gedin siz də. Gedin. Dərs büyün olmayacaq. Pulu atacağım kartınıza. Ağız, bizdə gəlin toyda belə oynayır. Fransız kızı, Fransız. Ne Fransız ya Aykalı. Ne Fransız. Buyur. Karsette öldürdü ben. Ne varsa ha? Ay bacı. Ben değil. Azerbaycanlıyam da. Ay başladın. Səmayəyəm da tanımadın. Oğlunla işləyirəm bir yerdə. Ah. Buyur. İşte toydan söz düşəndə oğlun daş atıb başını tutur. Deyir ki mamam elə öz istədiyinə vermək istəyir məni. İstəyir dedi ata tərəfdən. Müsaləni istəyirdim. Niyə almadın onu? Niyə almırsan? Niyə oğlumu bədbəxt eləmək istəyirsən? Ona görə də biz bu oyunu çıxartdıq ki sənə və sənin kimilərinə dərs olsun. Karset basın. Sana kurban olaram. Özümki deyil bu, özümki deyil. Başa düşdüm. Az ne yaxşı oldu sen Fransız deyilsən. Səmaya. Az sana kurban olaram. Bak bundan sonra danışmayacağım. Heç da karışmayacağım. Bak o kimi alır alsın. Bir dənə Erməni olmasın. Sana kurban olaram. Ağız. Dedin sen hardansan? Bərdəli. Bordolu. Az yox ey. Ha. Bərdəliyəm. Həzəsalım xafozundan. Sana kurban olaram. Gedək sana. Dolma pişirmişəm. Gedək sana kurban Ya bir bullukçu çağır evini yığıştırsın da. Evine gelip ki. Zibil deriz, zibil Aparat xarab. özü yığıştırır hamısını. Ümumiyyətlə sadeyim 2050-ci ildir. Hər bir şeydə xeyli inkişaf eləmişik, xeyli. Nerede inkişaf eləmiş ya? Bax, dünənlər gecə bloka girəndə 2 nəfər mənə bıçaq dirədi. Məni soydular. Üstümdəki kaş loku, saatı, üzüyü, nə bilim, belə ne var ise üstümdə hamısını soyup apardılar. Ne yaxşı, ne yaxşı. Buna mı deyəcəksən sən inkişaf? Ha belədir. Buna mı deyəcəksən dəyişiklik? Belədir. Bunun ne inkişaf da? 2020'de de, 2030'da da, 2040'da da bıçak diriyim adamdan pulu, kısını mısını alırlar da. Ha? İnkişaftı bu. Alırdılar. Ama indi adamdan ne oğurlayırlarsa onun 2%'ını ne aldı? Kesmek kaytarırlar özüne. Öyle mi? Var idi elə şey yok idi. Hani yok Al bak. Çok sağ olun, minnettarım. Selamünaleyküm. Hoş geldiniz. Bilirəm uzun vaxtını burada kesitmişsiniz ama biraz daha belə. Sen özünden kalpasa çörek getirmiştin. Arada yerlisin. Hoş gelmişsiniz. Gelen ayaklarınız var olsun. El çalan elleriniz var olsun. Həmişə sizi belə güzel meclislerde görək. Allah Teala çəkirsən. Belə görüm. Allah Teala bütün subaylara bir güzel meclisler kısmet eləsin. Alkışlar. Ha bura gel. Gel bura. Sizin kadar güzel. Üzüm ayağınızda hatta. Ma lazımdır saytım açılır. Sizinle bir selfie çektirmek istedim. Ne diyeyim? Bilmişsiniz ne diyeyim? Böyle iyisiniz değil mi? Evet bir tane zahmet olursa patates gelin ma görüm. Çekiyorum ya halkına. Çektim. Sağ ol. Her yer bir tane biraz. Bir daha hoş gelmişsiniz. Sefa getirmişsiniz. Deməli, axır vaxtlar bu birbirinden borç almaq söhbəti bilirsiniz moddadır.
Bir o diğeri verirsen pis olursan, vermirsen pis olursan. Diğer lütfü pulu borca vermeyip pis olmak ondan vermeyip pis olmak ondan yaxşıdır. Tuş ver görək. Qonağımız kimdir qonaq? Oo, hanımlar ve canaplar. Bugünkü məclisimizin möhtəşəm bir xanım qonağı var. Hamınız onu çox yaxşı tanırsınız. Qabaq məndən qonşu olub mənbərdə də o ağdamda. Tak ki, alqışlarınızla Xatirə xanım dəvət eləyək bura. Alqışlarınızla. Selamünaleyküm Xatış. Salam Siltuş. Ne tersen bacı, hoş geldin. Ya Allah, ne var ne yok? Ya da hoş. Diyelim Bağırsan. ikimiz de imizi değişmişiz. İkimiz de Ben şehirde. Hürrem'e okşuyorum, sen kim okşuyorsan? Ben baş açmıram. Balaca oğluna. Hürrem'in balaca oğluna. Diyelim buyur tebrik elə. Tebrik ederim bəyimizi, gəlimizi, xoşbəxt olsun. Bilirsən də bəy hardandır? Səlyanlıdır. Səlyanlıdırlar. Bəli. Səlyanda da yeyib içmək nə dəf kimi. Dəf kimidir. Səlyanı yeməyi, içməyi, insanları, ələxsusdur ki, onların o balıq yeməkləri var ya. Süper. Amma bir dənə problem var. O kürün suyu bezdirib də o insanlarda. Var, elə şey. O mahnıda da deyir, o Səlyandan getdim, gəldim, suyundan içdim, gəldim. Bunlar boş şeylərdir. O sudan demir ki. Ha, sudan. Daşdan süzülən sudan deyir o. Hə, onda belə olur da, cəmaatın işi, Səlyanlıların suyu daşdan çıxır. Hə, qardaş. Buyur, 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 təbrik ederim. Gözəl mahnı Səlyanlıların xətrinə. Bir güzel şehir, naz neymet ve beher, dolma özü de duzlu balık, ne terdir cahallık. Her şey def kimi, ama bir problem naracuk. Suçnyaka mən düşəndə, kür suyu mən içəndə. İçim yanar, içim kanar da. Selyan Hakka canı deyir, Selyan, Selyan birce şey desem. Olma meyus, çaşsan olarsam deyüz. İçim yanar, içim kanar da. Selyan Hakka canı değil, Selyan, Selyan birce şey desem. Olma meyus, çaşsam olarsam deyyus. Sağ ol Ayxat, sağ ol. Sen bilirsen Selyanlar İsmara ne deyirlər? Mıx, Qadah. boy. Qadah mən alım, körpə maralım. Qadah mən alım, körpə maralım. Ayrılığından koyma saralım. Ayrılığından koyma saralım. Su gelip akar gider, durnalar katar gider. Dünya bir penceredir, her gelip bakar gider. Kadah 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 ben alım, körpe maralım. Kadah 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 ben alım, körpe maralım. Kadah ben alım, körpe maralım. Sağ ol, ey sağ ol. Çok sağ olun, çok sağ olun.
söz var deyir, yer aşık olanda Bu şehirde Takdim edin. yer aşık olur. saz. Mayın 10'u ve 11'i sizi Heydər Əliyev Sarayına bu şehirdenin Yeni Saz adlı solo konsertine davet edirik. biletleri online şekilde iTicket az saytından elde edebilirsiniz. gelin, Gülün, eğlenin, keyfiniz saz olsun. Bax bu sintezatordur. Yaxşı vəziyyətdə olanda deyirlər ki, saz kimidir. Amma saz yaxşı vəziyyətdə olanda heç vaxt demirlər ki, bu rulan kimidir, piyano kitara kimidir. Ona görə də söz həmişə yaşayacaq, saz həmişə yaşayacaq, sözün sazın vətəni Azərbaycan yaşayacaq. Bunların yerine sizden üzr istiyorum. Sulsen de bu darmonçaların prisoskasına göre. Şöyle soldan vurup böyle. Bir nefes sonuna bak buna. Hə, indi başlayaq keçən toyda yarımçıq qalan şəkil çəkdirmələrdən. Bu toylarda, nə bilim, spor gəlirəm ki, xanımlar bu darvazadan içəri girən kimi başlayıblar selfie çəkdirməyə. Orada aşağıda güzgülərin qabağında, pilləkənlər düşəndə. İndi hələ bir təzə bir şey görmüşəm. Yun çubuğunun ucunda bir aparat özünü çəkir belə. Ayda haralarda şəkil çəkdirirlər, başınıza dönür. Sizin qadanınızı alıb, müxtəlif növ şəkillər. Müxtəlif növi. İndi başlayayım yavaş-yavaş bunları xırdalamağa. Deməli, qoy görüm hansından başlayayım ki, yaxşı olsun, ləzzətli olsun belə. Görmüsünüz son vaxtlar. Məsələn, indi də aeroportda zata başlayıblar şəkil çəkdirməyə. Harasa uçur, bileti qoyur, çəkir, şarap, sıraz qoyur ora, uzana gedir. Bir də görürsən Amerikaya uçana yaxınlaşır ki, qardaş, biletin olar bir dənə şəkilini çəkdirim, qoyun bura. Şəkili çəkdirir, trapla qalxıb içəri girən kürsülərdəsə deyir ki, atam anam sağ qurban, məni 10 saniyəlik biznes klasa bıraq, heç olmasın. Girir orada şəkil çəkdirir, çəkdirən kimi də 28-ci sıra C yerine oturur. Bak ki bir Amerika'ya gelir. Allah bile bura Gəncəyə zada, Lənkəranıza da olsun. Zaqatalıya da gelir. Hanımlar evdə yemək pişirən vaxt. Yumurtanı götürür əlinə, bir dənə şəkil çəkdirdi. Yumurtanı qırdı, şəkil çəkdirdi. Yumurtanı lokut qarışdırır, şəkil çəkdirdi. Yumurtanın qabığını zibil vedrəsinə atır, şəkil çəkdirir. Bak güya indi bu 7 mərtəbə tort pişirir. Uzağı pişirdiğin yumurta pomidorda, bu da nə? Şap-şap şəkil çəkdirir, görürsən. Sonra bəylə gəlinin şəkil çəkdirməsi barədə keçən dəfə dedim sizə. Dekabr ayında toya gedirsən, bir də görürsən bu qadan qalın. Deyirlər ki, o rolika baxaq. Bir ayda tanış oldular, amma bunlar güya ki, neçə illərdir bir-birlərini sevirlər. Dekabr ayında bəylə gəlin dəniz qırağında suyun içində ayaqalan qaçırlar. Sonra da deyir ki, bu qız niyə doğmuş? Başımıza dönüm, hal qalıb bununla. Yeter olsun ha. Hep Köpoğlu ondan sonra o gidiyor verdiğim pulu aparıp yemişmeye verirdim. Cemaat edemedik. Köpoğlu yemeğe hesap vermemişti. Acından kırdıklattık. Nedense bu cemaatin hamsında var. Toyda eşek kimi tıxıyır. Eve gelen kim bir kaşık yumurta pomidor da pişirdi yer. Hesap görmedim. Onda yemek yok. Sonra bəylə gəlinin qədimi kostümlerde, milli tarixi kostümlerde şəkil çəkdirir. Kostümləri elə seçirlər. Biri 12-ci əsr, biri 18-ci, 16-cı əsr. Elə bir Molla Pənah Vaqifdən Məsədi Gəncəbeyevlər. Ayrı-ayrı əsrlərdə yaşayır. Sonra bizim qonağımız kimdir? Çox möhtərəm bir qonağımız olacaq. Çox belə, nətər deyim, çox populyar bir insandır. Mən deyərdim ki, Lənkəran Lirik Astara Masallı zonasının zvezdasıdır. Pop bir müğənnəsidir. İndi təşrif buyurub, uzun xahiş minnətdən sonra məclisimizə
təşrif gətirib. Mən istərdim ki, həmən adamı bura dəvət eləyək. Ladies and gentlemen, world star, pop star, Cavad Rəcəbov. Cavad Rəcəbov. Mübarək olsun, 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 mübarək olsun. Boda 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 boda. Güzeldir toy büsatın sedası, koy çalsın taze beyin havası. Ne güzeldir toy büsatın sedası, koy çalsın taze beyin havası. Mübarek olsun, mübarek olsun, gelini yürekten diyek, bu toy mübarek olsun, mübarek olsun, mübarek olsun, gelini yürekten diyek, bu toy mübarek olsun. Bəylə gəlin toyda yaman sevinir, konvertdə yeşiyə pulları gəlir. Mübarək olsun, mübarək olsun, mübarək olsun, mübarək olsun. Deyirlər ki, probkalar azalır, Dərnəgül yolu bir əzə açılır. Mübarək olsun, mübarək olsun, mübarək, mübarək olsun. Xırdala, xırdala, xırdala. Bakıda Avropa oyunu olacaq, ermənilərin yenə gözü çıxacaq. Mübarək olsun, mübarək olsun, gəlin ürəkdəndir, bu toy mübarək olsun. Jirinovski o gün Bakıya gəldi, sizə qurban olaram bizə söylədi. Mübarək olsun, mübarək olsun, mübarək olsun, mübarək olsun. Mübarək olsun. Avropa bizdən çox jestlər görübdür, Cənub qaz dəhlizi xoda düşübdür. Mübarək olsun, mübarək olsun. Bir tutma doğmanın yadı, Bu şehirde Təqdim edir. fani dünyada. Doğma macı tam başkadır. Saz yeni solo konserti. Başkadır, verdiğini şan verecek, verdiğini şan verecek. Mayın 10'u ve 11'i sizi Heydər Əliyev Sarayına bu şehirdenin yeni Saz adlı solo konsertine davet edirik. Biletleri online şekilde iTicket Az saytından elde edebilirsiniz. Çəkimdən xəbərin varmı? Çəkimdən xəbərin varmı? Saz havası gəzir Baldodanda, dəniz meşə üstü qarlı dağların. Nə gözəldir adı Azərbaycanın, nə gözəldir gözü Azərbaycanın, nə gözəldir sözü Azərbaycanın.